keçmə. Eşit gör nə deyirəm. Niyə bu sosial medialarda, TikTokda kim pis nə paylaşırsa, onun hamısı kəşfə düşür, onu bəyənən çox olur. Amma kim yaxşı nə paylaşırsa, onu bəyənən olmur. Bunun səbəbini bilən varmı? Mənim 305.000 takipçim var, amma heç 300 nəfər məni bəyənmir. Girib baxa bilərsiniz. Spama salıbdılar mənim səhifəmi, spamdadır səhifə. Təzyiq altında. Bu videonu hər kim görürsə, kim izləyirsə, sona qədər izləsin. Mənim bax bu videomun altından ürək açan gözəl yorumlar yazın. Öz fikirlərinizi yazın, çoxlu yorumlar yazın, əgər mənə dəyər verirsiniz. Bu ki, pul tələb eləmir, bəyənmək, yorum yazmaq pulsuzdur. Əgər mənə dəyər verirsinizsə, məni sevirsinizsə, yazın. O mənim səhifəm spamdan qurtarsın. Çox xahiş edirəm. Hər nə ki yazıram, istəyən odur. Allah istədikcə yazasıyam mən. Əzəl gündən haq yolunu tutmuşam. Çətin ki bu yolda azasıyam mən. Yolum haq yoldur, yadında saxla. Əgər varsa şübhə, sına və yoxla. İstəsən güllələ, istəsən oxla. Gücümü Allah'tan alasıyam mən. Anadan gəlmədir bu istedadım. Anadan gəlmədir bu istedadım. Arzumdur, həyatda yazım, yaradım. Vətən şairiyəm, ilhamdır adım. Gücümü Allah'tan alasıyam mən. Xalqımın qəlbində qalasıyam mən. Əgər doğrudan da xalqım məni sevir, mənə dəyər verirsə, qoy bu videonu bəyənsin, məni spamdan qutarsın. Dinlədiyiniz üçün təşəkkür edirəm. Yorumlarınızı gözləyirəm. Bol bol yorumlar yazın ki, mənim səhifəm spamdan qutarsın.